Hamıya salam dostlar, kanal videoma hər biriniz xoş gəlibsiniz. Deməli uşaqlar, bu videoda sizlərlə bir yerdə Robloxda ilgimi çəkən, mənə maraqlı gələn oyunları oynayacağıq. Sizlərə shorts olaraq bir video paylaşmışdım ki, ya bu gün anı kutumu sizə göstərəcəm, yəni içindəki əşyaları göstərəcəm və hansı anıları olduğunu danışacağam. Ya da ki, Robloxda mənə maraqlı gələn oyunları oynayacağam və onları 10 üzərindən qiymətləndirəcəm. Və siz ikincisini seçdiyinizə görə Robloxda oyunlar oynayacağıq və onları qiymətləndirəcəyik. Siz başqa hansı oyun oynamağımı istəyirsiniz və ya Robloxun içindəki hansı oyun oynamağımı istəyirsiniz yaza bilərsiniz və ya başqa bir hansı video gəlsin, növbəti video anı kutumu göstərən videosu olsunmu, olmasınmı, şərhlər bölməsində yazmağı unutmayın. Çox uzatmadan, sizi də incitmədən keçirik videoya. Deməli uşaqlar, indi oyuna girdik. Sizə əvvəlcə avatarımı göstərmək istəyirəm. Baxın, bayaqları düzəltdim uşaqlar. Biləm çox da qəşəng olmadı. Ay Allah salam ver. Biləm çox da qəşəng olmadı, amma eyb yox da, yəni. Ücretsiz bir şəkildə eləyəcəyimin ən qəşəngləridim və tez elədim biraz. Deməli uşaqlar, baxaq oyunlara görə bizim ilgimizi nələr çəkir, nələr çəkmir. Deməli, oynamadığım oyunlar istəyirəm. Oyun alanı inşa et. Colorblind falan bayaq oynamışdım. Deməli, bu arada uşaqlar qədər Roblox oynayan deyiləm. Bayaq rəsmə video çəkəcəydim. Oyun falan oynadım, videonun demək olar yarısını çəkmişdim. Amma bir problem oldu deyə paylaşa bilmədim onu. Ona görə yenidən çəkirəm. Deməli, bunları böyütmək üçün qoydum. Deməli uşaqlar, nədir belə? Labirinti çıxıb üçün sosial media. Digər bir şey baxaq, bir yana deyil. İşte bu arada uşaqlar, kompüterim falan olmadığı üçün telefonla oynayacağım. Allah bilir cəmaat imkanı deyir. Yəni biraz səsini alaq. Deməli, nə deyir? Hə, narıncı deyirsən, hə, şey deyir. Lego deyir, biz onun üstündə durmalıyıq. Bildim. Lego deyil əslində, hə, Lego. Tullana. Oha, X tapmalıyıq. Bəli, tapdım. Aha, qabacılıq, bəli, tapdım. Bəs. Onlar necə tullanırlar? Görsən mən də tullana bilirəm. Dur, tullanacağam. Ya mən də alım uşaqlar, mən pəs yakın. İstəyirəm, çox getməyək, çox duruşmayaq. Benim bildim birazdan gələcək. Eyb yox. Uşaqlar, mən bu parkuru bitirmədən ən çəkmənimdə, yəni mənə tanıyanlar, tanımırsınız gerçi. Hər iki video yazmışam, tanıyanlar bilər. Mən ən çəkməyəcəm bunu. İşte Pepsi. Xəstə deyim zaman. Hanı Pepsi? Qabağıma şey zat çıxdı. Olmadı ki. Eyb yox, təzədən bir də buraları böyütmək üçün qoyacağam. Getdik. Aha, hanı qoyun? Hə, burada var imiş. Şimdi girəcəkdim də qabağa. Mən də şey biləm Mustafa. Eyb yox. Aha. Rengarenk. Все. Вот tullanabilir görsən. Tullanamadı, bəli. Xeyirli olsun. Məndən çıxır səs dəqiq məndən. Bu Twitter'da bu. Bu Twitter değil ya, Twitter değil. Prosta ona oxşayan bir şey. Neyse, başım bırakın inşallah, demədim say. Başqa çox baxmıram bunu. Qaç qabağa. Qaç. Ya, bu belə verilişə. Cədə 2070-mi? TikTok ən sevdiyim, amma heç vaxt istifadə eləmədiyim. Bəli dostlar, hələ də YouTube short'a baxıram. Zaten YouTube short'a yox şey baxıram. Snap'ın TikTok'a baxıram, ona baxıram. Aymen. Ben de uyudan düşürdüm indi. Neyse siz. McDonald's. Ana. Hə, baxın şurada. Son anda qurtulduk uşaqlar. Üzbül qalmışam burada. Tərpəm indi düşərəm yerə. Zıllırdım çıxar. Hər TikTokdan sonra TikTok. Gəldim qıza paz oldum. Söyür Allah bilir mənə deyir. Tüf sən sifət və gəldim. Neyse. Qata biraz McDonald's. Bəli uşaqlar, tullananda tez görür. Amma həqiqətdə tullanmaq şey yaramış. Məsələn, baxın arasında çıxırdı. Girək. Apple. Görsün bildim. Qoyun dörük. Pisiyam. Çatdım, verin mən qəplərimi. Aha, al. Az verdi. Açışa verdi da neyse. Neyse, bu verdi. Kişimi də verdi. Aha, buraya gedək. Burada mağazayı aç. Buradan neyse şey alıram. Ne qədər tullanmalıyım mən? 11 min. Ən az şeydə 10 min. Eyb yox, girək. İndi tullana biləcəm. Artıq məndə var ya. Deməli bildim. Ancaq səni tullanmalıyım, bəli. Getdik uşaqlar. Yuxuların görün nə tər qazandım. Tullan. Zıpla. Hile yox imiş uşaqlar. Prosta mən çox fakiriymişəm. Eyb yox. Belə daha çətindir, amma eyb yox. Əsədə. Girək. Tullan. Belə niyə daha gec olur? Böyle verir şey. İndi mən oyun oynayıram da. Yox uşaqlar, mən bundan düzgün istifadə eləməyincə əl çəkən görürəm. Aha, düz istifadə edim. Aha, bir dənə. Daha istifadə eləmə olmadı. Girək. Çok önemli. Çıkarmamışım. Uşaqlar, mən bu oyunu bəyəndim. Həm məsələn də indi TikTok deyir, TikTok olan legoları, olan blokları daha çox qoymuşdu. O detayı çox sevdim də. Yəni yaxındır da, yəni biraz şu buraya yerə taxılmırsan, yəni. Ona görə o detayı bəyəndim. Sonra axırda odan da mükafat verdiyini, pul verdiyini və o pulu bir şey alıb tullama falan daha da çox zevk verir. Ona görə də o detayı da bəyəndim. Yəni maraqlı oyun idi. 10 üzərindən harda 9 vermək olar. 10 üzərindən 9. Amma yəni bir yerdən sonra da sıxılırsan da. Çünki niyə 9 verir? Çünki parkur çox qısaydı. Onu deməyi unutdum. Uşaqlar, bu oyun diqqətimi çəkdi. Nəsə maraqlı oyun oxşur. Prosta o qədər də yox. Biraz fırlanaq. Yəni bu nə idi? Biraz fırlanaq. Aha, Bloxy Bingo oyunu. Yox, nəsə. Odur, supermarket birlikdə. Bu oyunu oynamaq istəyirəm. Bu oyunu oynamaq istəyirəm. Yarat Adiyan giriş sunucu adı. Hə, şeyin dükkanın adı nə? Güler Market. Hər bir dükkanım olsa öz adımı qoymaram. Tamam. İnandım, tamam. Ama şifre. Siz bir dəqiqə gözünüzü yumun. Yarat.
Bəli dostlar, artıq mənim də bir marketim var. Adı da Güler Marketdir, bəli. Nə istəsə sizin üçün sifariş olaraq gətirə bilərəm. Olsa motosiklet də var yəqin ki qapının ağzında. Hələ xəbərim yoxdur dükanı. Aha, dükan. Oha, bu supermarket simulyatora oxşadı. Tam olaraq ona oxşadı. Nə oldu? Sonra evində 5% ayıqqan var, işıq kapandı. Biraz işıq verək uşaqlar. Hə. Niyə belə qaranlıqdır hər yer? Hara gəlirsiniz? Belə pis çıxmasın. Nə var ki hələ? Hə, ox nəyisə göstərir. Hanı? Nə istəyir? O ox dayanmadan tərəfi göstərir. Nə aladım mən? Hə. Mən qoyunam. Baxın deyə. Uşaqlar 100 manat pulumuz var. Nə alaq sataq? Belə ucuzluq bir şeylərsə. Hə, deyir bunu al. Aldım. Ay, nə yaxşı dedim mən. Satın alma başarılı. O dəqiqədə gəldi. Supermarketdə gedib biraz bekləmə var idi. Hə, indi mən bu nətə götürəm, buna basıram. O, bomba kimi. Supermarketdən oğurlayıblar da uşaqlar. Nəysə, əsas oğurlamaq deyil, oğurlamamaq. Dur, nəysə, ondan başa düşün. Qoyuruq bura, bəli, hər şeyi kopyalayıq. Uşaqlar, burada elə bilirəm ki, ümumi 9 manat 60 qəpik pul vermişəm. Amma biri 80 qəpiyə düşür. Mən də bunun birin 15 manat satmağa çalışıram. Çünki elə bilirəm ki, məsələn, belə zəlimdə biri 9 manatdır və mən onu 15 manat satıram. Elə bil oradan 6 manat gəlir eləyirəm. Amma əslində mən 80 qəpiklik şeyi 15 manata satmış oluram. Yəni buradakı müştərilərin gözü ilə baxanda ona görə də heç kim heç nə almır. İndi burada da görəcəksiniz. Biz özləri biraz əziyyət çəkib götürsünlər də. Nə ikinci bir hipotek imkan vermədi. Bu ürünü sevmiyorum. Cüzdanım ağladı sanırım. Hə, çox bahadır. Düz deyirlər, çox bahadır. Bunu veya bir para satıyor musunuz? Bu işlem kredi ihtiyacım var. Aa, düz deyir cəmaat. Loxlanmadan uşaqlar simulyatorda nə qədər pul qoyursansa şey edirdilər, loxlayabilirdin. Yəni pul mən necə şey eləyim? Estağfurullah. Hamı çıxır. Gəlin bir dənə təmizləyək buranı. Heç bir gəlç demədilər. Gerçekten bu üçün. Yaxşı da dəyişəmirəm. İndi mən nə varım? Hə, fiyat 15 manat eləmir uşaqlar. Gəl belə bir dənə nazlı uzatdı. 10 manat. Ya 10 manat çox bahadır. Deyəm. 5 manat. Heç olmazsa bu qədər gəlirim olsun mənim. Aha. Cüzdan, 5 manat da cüzdanım aldı sanırım. Fakir. Səhvçə tüpürüm. 2 manat satım. Eydi o 2 manat. 2 manat. Cəmi 2 manat. Oy. Al da. Pay al. Sən aldın onu. Hə. Həşəm. Şükür Allah satış eləyə bildik. Baxın sevinirəm ki, 11 həzmə 14 manat gəlir falan. Bunu param olacaq. Məgərsəm. Sıçaz. 5 manat baha deyir. 5 manat. Deməli 4 manat. Sıçaz. Netflix izləyəcək bir şeyim yoxdur. Videomuzu daşıyır edə. Bəli, 6 telefon var. Bundan da 6 telefon. Kendimi VIP gibi hissediyorum. VIP gibi hissediyorum. O kadar ucuz satırım. O kadar loxladım məni. Yəni 4 nəfər 0. O necə deməli? Deməli 46 manat ilə bunu qaytarıram. Xeyr, o nə qədər pul verir ki bu? Yəni nə çıxır? Sıçaz. Çok verimli sadece dedim. Həşəm. Çıxdı. Çünki malda qalmadı. İndi mən qopum. Yəni bağlamaq. Səhv edirəm uşaq. İnanmıyorum. Nə qədər pulumuz var? 114 manat pulumuz var. Nə edirik? Bir dənə də bundan alırıq. Bu nə? Bu nədir ki? Renk. Adı renk. Bu necə şey? Şeker tozu alaq. Bundan alaq. Bundan alaq. Ben başqa nə alım? Nəysə. Nəysə çox. 129 manat eləməm. 114 manat pulumuz. Hə? Adam görürsən. Bunları aldıq bəsdir. Almaq olmuş olsun. 35 manat pulumuz var. Eybi, bu qalsın o qədər pulumuz. Gedək alaq görək nələr gəldi. Götürdük. Gedək. Bunları bu bir rafda yerləşdirəcəm. Qoy uşaqlar nə satmasın. Yəni, normalde 3 manat 56 qəpik idisə, mən də bunu 5 manat satdım. Sonra nə var burada? 0.94 isə mən bunu 1.99 qəpiyə satım. Ekməki 2 manat sataq. Supermarket. Aa, baxın mənim tipimə. Vay, tipimə bax. Aldılar, laxladım bu səfər. Olur, çox maraqlı oynamışım. Mən sevdim bu oyunu. Ekstra bir oyun yükləməyə ehtiyac yoxdur. Yəni bunu oynamaq üçün də Roblox üçün oyunu çox bəyəndim bu oyunu. Nəysə uşaqlar, bəsdir bu qədər. Uşaqlar, mən bu oyuna 10 üzərindən 10 verirəm. Niyə? Çünki adi supermarket simulyatorda mənim elə yadımda qalıb, dəqiq bilmirəm. O oyunda pulu çox baha qoysam belə gəlib alırdılar. Şikayət zad yox idi. Amma elə şeylər var ki, məsələn, ürünü satmayanda şikayət edirəm, amma pula görə şikayət yox idi. Yəni mənim bildiyim qədərilə, bəlkə də var, mən səhv yadımda qalıb və ya əvvəl olub, indi düzəldiblər, da bilmirəm. Amma burada o şeyi çox sevdim. Yəni detallar falan mükəmməl. Hər, yəni burada müştərilər də öz fikirlərini falan bildirir. O da çox xoşuma gəldi. Yəni narazılığını, razılıqlarını falan bildirir. Çox bəyəndim. Ona görə də 10 üzərindən 11 oyundur. Всё, qəşəng bəyəndim. Görək başqa nələr ilgimizi çəkir. Bu supermarket simulatoru. Bu da var. Yəqin ki, bu da oxşar bir şeydir. Onu da özüm oynayarım sonra. Görək başqa nələr bizim ilgimizi çəkir. Qaçışını inşa etməsən xoşuma gəldi bu oyun. Tamam, 5 nəfər doldu. Ciddi oyna. Görək nə qədər oyunda. Hə, bu şey oynamıram, polis oyunu. Amma burada inşa etdirəyə dedim bəlkə biraz fərqli var, amma görürəm ki, eyni zibil elə.
Böyle verici. Ne bileyim siz? Sen şey yiyecek. Neyse fərqli var, fərqli var. Aha düşdü bura. Hangi polis bəs? Ya, padruqalar mən gözləmir. Hı. Tualetdən nə qələt eləsin? Az gəbirəm. Xəstə zaman nə olacaq burada? Yan qapılara açaq bəlkə bir şey var. Görmüyorum keçikləri. Hatta tuvalet onu pazar. Ne olacak orada? Neyse burada. Gardiyan küçük hafızasını görüyor. Artık yanlış ne? Gardiyan patrol yapıyor. Saklan ve hücreye geri dön. He saklan. Ama burada saklanabiliriz. Sürüngen. Oo beşe. Gel buraya. Gel buraya. Sev olsaydı. Gel burada. Gelmeden yemeğe teşekkür ederim. İşte. Gel buraya. Abla zaman çekildi burada. Nasıl o? Buraların hamısını açık var. Ben de başına nasıl çalışıyorum. Oyun amacı nerede başa düşmemişim. Neyine meliyik yaxşı. Heh. Panelleri topla ve katışkı. Yapısını kur. He panelleri toplama. Benim panelleri gizledebilir. Sırf yukarıda aktarır uşaqlar biraz da. Biletli olur bir dəqiqə. Aha. Yerim patrol yapıyor. Ne demek? Meğer bir 25 saniyem var ya. Anında canlandır. Duygularım darmadan anlayamazsın. Duygularım darmadan. Bir uşaqlar təzədən gedək padruqalarımızın yanına. Sorun yok. Aha getdik. İnşallah bu sefer de. Aha gardiyan dinleniyor. Fisyon. Girip araştırma edebilir. Bak burada ölmüştüm. Aha panel tapdım. Şükür Allah'ın böylüğüne. Ha indi bu paneli tapandan sonra hara aparmalıyam bunu. Girip ne padruqamıza verək. O bize göstərər yolu. Gel bırak. Gör bunu. Aha götürdü. Görüyor hara aparır. Hara aparsan onu. Şükür başlayırım hara aparsın. Aha burada da biri var. Paneli topla. Ben toplayacaktım. Ay mama. Sok özür. Gardiyan acımasız. Artık kaçımızın eşyalardan görə deyib çaplar şeyli. Padruqalarına işin olmasın. Ben çelik olanı ne etmiyorum. Yan. Arkadan bakmayın bize. Tamam siz əyyəki oğlansınız. Aha gardiyan deliye döndü. Artık kaçımızın önüne. Cici danışır. Aha gardiyan dinlenir. Gardiyan bitince aha bir tane de panel tapdım. Her yerden yapamıyor. Geri zekalar alayla koyulur orada. Panelleri hara koyuyorum. Ben seçim oyunun temasını tutmayıp bu arada. Bakın hamı cici gəzir. Panelleri topluyub. Mesela. Bura koymalıyıq. Yox. Bura tez oymuş yazı. Yine panel toplu. Ne kadar panel var? Her yerde de panel koyuyorlar. Buraları açaq. Buradaki paneli de topla. Sonra burada da yüz. Hayır bir hamısında olacaq indi. Yani burada bayağı var. Burada yine panel var. Toplayaq. Mən əslində yaxşı deyir. Burada tutamıram bu panellərlə eləmək lazımdır. Amma bilsəm deyərəm hə. Bir buradan çıx. Ora mən necə gedim ay qaqa? Bu joyanı ben qadından çıxmışdım. Duygularım darmadan anlayamaz. O kadar panelim getdi ya. Ayda. Bu oyunun temasını tutacağım şalvar. Narahat olmayın. Bu panelləri aparmayalı. Bu qaqaş lütfən hamısı toplayıb qalıb ortalıqda. 101. O dəqiqədə gəldi. Orada niyə yatıb o qaqaş? Bunları kəsmişəm, amma o qədər axtardım, yenə də heç nə yox idi və yəni burada baxdım, burada da heç nə yox idi. Yəni nə qədər axtardımsa da heç bir çıxış yolu tapa bilmədim. Gecə sənsiz yatırmaz. Her yerde panel var. Ha ne o? Neyse. Gedək uşaqlar. Uşaqlar mən bunun temasını çözəcəm. Dayanın. Dayan. Hücrəyə bir geri dönüm mən də hücrəyə. Hamımızın hücrəmiz. Hücrəyə necə geri dönə bilərəm görsən? Maraqlı bir sual gəldi. Aha. Çıx bura. Bura. Yəni buradan bak hücrə. Ölsəm hücrəyə geri dönürəm. Hücrədən oradan bir dənə yol görmüşdüm. Ona gedə bilsəm zor olacaq. Aha aç. Hücrəyə geri döndüm bəli. Yəni hücrəyə geri dönməyə baxdım da döndüm. Prosta burada bir dənə yol görmüşdüm inşallah. Gardiyan maksimum seviyorlar. Artıq kaçma. Sıçaz. Ay dedə bildim buradan belə yana gedib nəsə eləmək olar amma olmazmış. Duygularım darma. Neyse bir şey aşağıda. Ben onu bildi ki burada hiçbir qələt yoxdur. Canlandıra bilərdim onu. Eybi. Getdik uşaqlar 2 saniyə ücə başlayır. Gəlib ücə başqa yerdə axtarmalıyıq. Yəni bax burada nəsə havalandırma paneli. Paneli bəlkə bura gətirməliyik. Bayaqdan bu gözümə sataşır. Prosta fikir vermirəm. Gözümə axıyır. Hə. Bir panellərdən bir şeylər götürək qızlayaq bu yanlardan. Hanı bəsələn panel. Panellərin hamısı götürmüşdü bir dənə qaqaş. Gəzirdi gic. Hanı o qaqaş? Burada isə panel tapıb gətirirəm ki, paneli bura qoyum və artıq elə bilirəm ki, oyunun məntiqini tutmuşam. Amma yenə qoyula bilmir bura panellər və mən oyunun məntiqini tutmamış oluram. Belə nə qədər oynayıram, nə qədər yol axtarıram, amma yenə də tapa bilmədiyimə görə artıq bu oyundan çıxıram. Uşaqlar çıxıram bu oyundan, cəsədləşdim. Tutanmadım oyunun məntiqi. Dedimi? Bayaq dedim ki, oyunu ya da ki oyunun məntiqini tutmayıb əsəbləşib çıxada bilərdim və elə elədim. Bəli. Uşaqlar çox sıxıcı idi. Tutanmadım oyunun teması. İlk saat orada deyir panelləri toplayıram. Sonra paneli aparmaq üçün bir yer olmalıdır. O yeri bilmirəm. Oyunu izah eləyən adam yoxdur, insan yoxdur. Adi supermarket oyunu qədər asan bir oyunu bayaq izah eləyirdilər. Baxın o tərzdə izah eləmək lazım idi oyunu. Bəlkə izah eləmək lazım deyilmiş. Matematik renk köprüsü. Matematikdə zəhləmlidir yeyəcəksin sifətindən. Hələ bu oyunda da oynayacağım. Büyük okullar birliği. Ne oldu yala? Ben maraqlarına çıxmadı qabama görürsünüz belə verilişə.
Uşaqlar əgər ilgimi çəkən bir oyun qabağıma çıxmırsa, onda mən də yəni yarı bildiyim, yarı bilmədiyim, çox da tutmadığım bir oyun sizə göstərəcəm indi. Yəni məntiqini tam olaraq başa düşməmişəm. Amma yəni mənə maraqlı gələn bir oyundur. Gəlin də onu oynayaq. Baxın. Renk veya öl. Uşaqlar bu oyunu gördüm. Dedim oynayım. Oynadım. Oyunu məntiqini çox gec tutdum. Sonradan dostum mənə biraz başa saldı. O da tam bilmir heç. Birazdan başa saldı, başa düşdüm. İndi görək sizdən biraz oynayaq, görək nə tür olacaq. Gömçəklik asmaq üçün tıkla. Bas açdıq. Deməli uşaqlar, git və qırmızı kovaya al. Deməli uşaqlar, burada bax yuxarıda gördüyünüz kimi 13 dənə fürsət tapmalıyıq. Hələ tam bilmirəm səbəb nədir. Amma o bilə 13 dənə fürsət tapmalıyıq və oyunda belə bir dənə, baxın bu bir dənə qaqaş var. Baxın bu qaqaş. Söhbət bu qaqaşdan gedir. Hə, belə bir dənə qaqaş var, bizi qovalayır. Biz bundan qorunmaq üçün ya qaçacağıq, ya da qırmızı olan divarlara belə qalacağıq. Belə qalanda o bizi görmür, bir gizlənmiş kimi olur. Gedib biraz gəzək və bir neçə qapı var, onlara açacağıq. İndi oynadığımsa bildiyimi, yəni tam bilmirəm, amma bildiyim qədər siz izah edin. Baxın bir fürsət tapdıq. Aha, başlıyor, nə başlıyor? Qabağımıza çıxan kimi qırmızı bir divara baxın. Baxın bir də bu qaqaşdır. Görmə bura. Bax ekranda cicit şeylər olur yaxınlaşanda. Bax burada gizləndim, mən heç nə eləmədim. Əgər belə dursaydım, mən ölmüşdüm. Gilə. Deməli uşaqlar, indi qırmızı bir dənə qapı tapmalıyam. Mavi bir dənə qapı var məsələn. Mavi boya olanda oradan istifadə edəcəm. İndi qırmızı bir dənə boya var əlində. Görək bura hara. Bura bir dəfə getmişəm. İndi sizlə gedək belə qəribə. Burada bir dənə fırsat var, bunu götürək. Neredeyse yarısı tamamlandı. Nəyin yarısı tamamlandı? Aşağı. Yəni buralara baxacağam, prosta indi yenə bəlkə qırmızı, məqsəd qırmızı odan tapmaq, bəlkə buradaydı. Məqsəd qırmızı odan qapını tapmaqdır. Onu tapanda biraz gəzək. Yəni bildiyim yerləri sizə göstərsəm. Oyunun da müziğine qulaq asaq görək. Siz qulaq asın. O səsi eşitdiniz, kimsə can çıxdı. Bir daha. Qorxuludur ya bu arada. Səsi belə gericidir. Pisiyəm. Allah xodun bəhsidir bu qədər. Gör uşaqlar, hələ oynamışam. Ooo, bura nəsə temaya oxşuyur. Of, bir amra baxın, çox şeydir. Ora getmək istəyirəm. Siz gör tapa bilərik oranı. Məncə net tapamarıq amma yenə də. Bir dənə qırmızı qapını tapamam, payat oynan. Aha, buralara yaxın idi. Of, şey gördün mü? Bu qapıya yaxın olmalıydı. Aha, yollar tanış gəlir. Yollar tanış gəlir. Qırmızı qapı buralarda bir yerlərdə olmalı. Aa, tapdım. Azbil. Mən gizlənək. Hardadır o? Bu qapını açandan sonra artıq qırmızı boyam gedəcəkdi ya. Artıq qırmızı divarlarda saxlana bilməyəcəm. Baxın yazdı. Artıq qırmızı divarlarda saxlanılmasına diqqətli ol. Yanınıza qaça bilərəm. Bizim Atvelkan götürdüyü bunu asa bilmirik hələ ki. Baxın, burada deyir biz yardımcı olacaq bir şey olmalı. Atvelkandan gedir söhbət. Qaqaşlar. Baxın indi. İndi mən girişə təzədən getmək istəyirəm. Çünki o Atvelkanı atması olan yeri tapmaq istəyirəm. Fırsatları da itirmədən götürürük. Heç bir şansı da itirmirik. Kolleksiyonunuzu gözəl birikdirmə. Təşəkkür edirəm. Bu arada burada bu oyunun əsas kuralı odur ki, yəni gələn yazıları mütləq oxumalısan da. Dayan. Bir şey gedək. O doğulduğumuz yeri bir dənə tapsam. Aha, tapdım Atvelkan. 101. Ayda. Allahım. Aha, sizə qurtulduq. Boyam yoxdur deyə, qırmızı divarlarda gizlənə bilmərəm. Ancaq belə şey eləyə bilərəm. Gedək qapının ağzındaydım, içəri yatardım. Aha, girdim. Çox kolay. Harası kolaydı bunun. Aha, bəli uşaqlar, buralara kimi oynamışdım dostumla. Onca buralara kimi dəqiq bilirəm. Uy, yapsı oldu. Hə, getdik. Ayda, bu da boşalmaram da, yaxşı. Vurma, bildim, botam. Vurma, pisəm, keçirəm səfər. Vurma, keçir. Allah keçirəm, vurma. Vurmayın. Aha, keçdim. Gəndə. Tap. Bu arada dilmə çıxmış. Ben video zaten görmüşüm. Burada ne kadar oldu dilmə çıxmış. Aha, işte girdim. Asmıyor, dilmə ağzıma açmaq olmuş. Dilmə açdım neydi? İnşallah ben buraları keçəcəm. O tərəfə keçib uşaqlar orada bir dənə boya var. Onu almalıyam. Pisəm uşaqlar gəldim. Deməli burada bir dənə boyamız, bir dənə fırsam var. Artıq narıncı bütün divarlarda gizlənə bilərəm. Burada da mavi şey varmış. Ay, içəridə fırsa var. Baxın, içəridə mor renk var orada. Nə var orada deyən? Nəsə, başım bıraq. Getdik uşaqlar. İndi burada bütün mor renkli divarları artıq asa biləcəm. Gəldik bura. Bəli. Artıq amma heç nə eləyənməz. Bütün qırmızı divarlara baxın uşaqlar. Buradan girdik, buradan çıxdıq. Görsünüz texnologiya. Oradan girdik, oradan çıxmışıq. Elə bilim böyləcəmiş. Baxın bütün artıq narıncı divarlar bizimdir. Deməli. Tap. İndi narıncı bir divar tapmalıyıq. Gəl girək bura. Güvənli bölgə. Oxay, rahat yap burada. Rahatladıq. Gələ bilərik. Bəli. Mükəmməl taktiklərimi gördünüz də. Deməli, uşaqlar. Ay, qorxuram. Bu arada uşaqlar, həmişə çox tez qabağıma çıxırdı. Nəsə az çıxdım. Yəni bu qədər rahat olmuyorsunuz. Mən heyvanımsı bir şeyəm də yəni. Tap. Bəli. Bura bu tərəfdən çıxdım. Çünki burada mən seçməyəcəm məndən. Uşaqlar buradan gedirik. Niyə? Çünki orada da əl seçməyəcəm. O bütün o sağ tərəflərdə qurulanda mən sol tərəfdən fırlanıb tapacam yolumu. Böyük bəlkəliyiz. Yenə çıxdı qabağıma. Qırıldı la. Gördünüz uşaqlar, indi yaxşıdaq mənə. Açdım ağzıma açdım. Dedim ki, nə əcəb yoxdur. Amma dedimsə fisyon. Girək. 7 dənə fırsat tapsam tamamlanır. Amma belə lakin. Tapdım turuncunu. Turuncu qapını tapdıq heç bekləmədik bir şəkildə. Ancaq yəni uşaqlar qrupunu tapasıq yəni. Aha, bir dənə boya. Artıq sarı qapıya çevirir və sarı divarları saxlana bilsin. Okay. Deməli, gedirik indi sarı qapı tapmağa. Başqa yeriymiş həmin o hissə. Bura başqa yerdir. Mənim çıxdığım yersə burada, ora başqa yerdir. Bura ayrıdır, ora ayrıdır. Ona görə ağıllı olun. Əsəşdirməyim mən. Ora. Ay, canaydı. Qələt edirəm. Allah. Ora mənim divarım 4-dür. Ay, birində qırmızı rəngdən başlayıram. Ayda, nə pis oldu. Bu bir tərəfə gəlmirəm. Yox, mənim də siyah var. Böyük ehtimal ora eləyəndən sonra bura keçə biləcəm. Ay, nə pis oldu. Deməli uşaqlar sizə yenidən yol göstərməyə çalışıram. Bax getdiniz.
Düppədüz gedin. Və divarda dəyirmiş göstərim. Sonra dönürsüz sağa gedirsiniz. Bir dənə qəşəng sağa döndünüz mü döndünüz. Və burada bir dənə qəhvəyə qap görəsiniz. Buradan o fırçalar adamsını götürün. Sonra gedin. Buradakı divara da dəyin. Sonra gedin. Sonra bir döndünüz sola, sağa yox sola. Bəhs etmişəm. Və burada sonra bir dənə gördünüzmü gördünüz. Deməli siz düz yolsuz, kişi adamsınız. İndi nə edirsiniz? Buradan belə oy, hayaller Paris yaşandı İspanya. Yəni daha iyisi. Qaqatellər, əgər sonra bir dənə gördünüzsə deməli düz yoldasınız. Düppədüz gedin. Divara dəydinizmi? Sağa bir dənə dönün. Hoppala, qırmızı qapını tapdınız. Burada girişə sağdan gedin. Artıq qırmızı divarların saxlanmasına diqqət edin. Bəli. Girirsən, burada bu anahtar var. Nəsə tornavida, atvalika. Ondan var. Götür. Bundan sonra bunu götürəndən sonra diqqət elə ya. Qırmızı qapıları toxuna bilməzsən. Yəni qırmızı qapıları gizlənməzsən. Cəb qırmızı qapıları dəyərsən, qalarsan elə orada. Deyən mən səhv yol getdim. Fikrim yəni bir dəqiqə uşaqlar normalda biz siz də heç bir şey eləməm. Deyən hanı? Hə baxın, girdiniz bura, girdiniz. Götürdünüz atvalika götürdünüz. Təzədən baxın, girdiniz belə. Ardından tutasın. Buradan gəlsiniz, yəni həmin tornavida olan hissəyə. Gəldinizmi, girdiniz. Buradan qapı var. Bura girdiniz. Gələndən sonra buradakı parkuru keçirsiniz. Gəldiniz, burada bir dənə fırça olacaq, bir dənə də qapı olacaq. Fırçanı mən bayaq götürdüm deyə yoxdur. Və bu turuncu qapı götürdünüz. Buradakı qapıdan çıxırsınız. Adam başı üçün buradan çıxırsınız. Artıq turuncu qapılarda dayana bilərsiniz. İncə deyib turuncu qapını tapmalısınız. Buradan çıxdınız. Artıq mən də bilmirəm. Yəni turuncu qapını necə tapmışam, bayaqları bilmirəm. İncə sizlə bir yerdə tapacağıq. Davay. Tapdım. Turuncu qapını tapdım. Ya da turuncu adam gördüm orada. Tüf belə bir şey. Qoy bir dənə rədd olsun. Burada indi güya sizə yol göstərirəm, amma heç özüm də yolu bilmirəm. Bu dayanmadan burada qalıb deyə mən də buradan çıxmağa çalışıram, amma yenə də çıxa bilmirəm. Uzun uğraşlar sonucunda çıxmağı başarıram. Gizlənə bilərsiniz. Hə, gəlin bura. Bura gələndən sonra buradan belə dızın, qaçın. Burada sarı qapı görəcəksiniz. Həmin yol o tərəf gəlin. Bax bu sarı qapını görürsünüz. Burada sarı qapının yanına gəlin. Gəlin sonra düppədüz gedin. Hələ mən də yol bilmirəm. Sizlə kəşf edirəm. Prosta öyrədilmiş kimi edirəm. Sonra buradan belə dönün, gedin. Ay, elə. Mən bu oyuna 10 üzərindən 10 verirəm. Çünki həm mənim üçün əyləncəli, həm biraz əsəbləşdirici, həm də gərgin və maraqlı bir oyun idi. Ona görə məndən tam puanı alır. Əslində sizin gözünüzdən baxanda elə görünür ki, mən zaten yolları bilirdim, nə edilməsi olduğunu bilirdim. Sadəcə onları təkrarlamaq qalırdı, yəni sizin gözünüzdən baxanda, amma əslində elə deyil. Mən bir dəfə rastgele oyun axtaranda belə bir oyun çıxdı qabağıma. Dedim rəng hara, ölmək hara. Ona görə girdim bu oyunu oynadım. Yəni o tornavida hissəsi var, atvelka. Baxın o hissə Azərbaycancasını bilmirəm. Baxın o hissəyə qədər gəlmişdim. Ondan sonrasını tapa bilmirdim də və çox maraqlı idi, çox sarırdı. Hə, ona görə də dostumla Roblox oynayanda dedim ki, ona belə bir oyun var, oynayaq. O dedi ki, hə, mən bunu YouTube-da baxmışam. Demək olar ki, bilirəm. Gəl oynayaq. Oynadıq, o mənə biraz öyrətdi. O mənə əslində öyrətməyə davam eləyirdi, amma mən bir hissədə o narıncıya dönüşürəm, rəng olaraq narıncı oluram. Baxın, o hissədən sonra mən dayanmadan öldüm. Onun ardını gətirə bilmədim. Ona görə o da məndən yəni mənə gözlüydü deyə davamını da oynaya bilmədi. Elə mən də ancaq ora kimi hissəsini bilirəm. Sizlə də ancaq ora kimi hissəsini oynaya bildim. Yəni deməyim odur ki, mən elə asan bir şəkildə getmədim də. Yəni çox qarışıq bir oyundu. Yəni o konu netdir. Bu arada söhbət açılmışkən, həmən dostumla bu oyunun davamını oynamağımı istəyirsinizsə, bu videoya tamına 10 like atın. Yəni təzə başlamışıq deyə limit 10-dur. 10 like atın və mən də o videonu çəkim. Video haqqında fikirlərinizi rəylər bölməsinə yazmağı, videonu bəyəndinizsə bəyənməyi, məni sevdinizsə abunə olmağı və belə videoların davamı üçün bildirimləri açmağı unutmayın. Bu günlük bu qədər. İzlədiyiniz üçün təşəkkürlər. Öpdüm. Sağ olun.